Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı 3 sual məsələsi var idi və burada verilib AB məsafəsi x, BD məsafəsi y və həmçinin AC məsafəsi x plus y-ə bərabərdir və bucaqlar verilib. Bizdən alfa bucağını istəyir. Biz əvvəlcə nə edə bilərik? Dərhal biz bu bucağı tapa bilərik. 2 bucaq verilib 104 və 12 edir 116. Bu bucağın payına düşəcək 64 dərəcə. Sonra baxın mənimlə, bizdə nə verilib? AB məsafəsi x, BD məsafəsi y. Həmçində AC məsafəsinin x-in y-in cəminə bərabər verilib. İndi isə biz nə edə bilərik? Biz DB tərəfi üzərində, daha doğrusu DB parçasını uzada bilərik. Nə qədər? X qədər uzada bilərik. Ta ki bu parçanı x qədər uzadaq ki, gəlib həmin məsafəni ala bilək. Burada tutaq ki olsun x. İndi isə baxın mənimlə, biz tutaq ki bura olsun t. İndi isə A ilə t-ni birləşdirək. Alətini birləşdirdik. Baxın mənimlə, nə alınır burada? Burada bərabərinin 3 bağ alındı. Niyə? Baxın, burada x görürük, həmçinin burada da x uzatdığımız üçün bərabərinin 3 bağ alınır. Bir xarici bucaq özünə qonşu olma 2 daxili bucağın cəminə bərabərdir. Deməli, 2 dənə eyni bucağın cəmi 104 isə hər birinin payı nə düşür? 52, 52 düşəcək. Bura 52-dir və yuxarıdakı bucaq nə olacaq? Yuxarıda qeyd edirəm 52 dərəcə olacaq. Baxın mənimlər, 52, 12, cəmi çevir 64. Həmçinin aşağıda da bir dənə 64 görürük. Deməli, yenidən burada bərabərinin 3 bağ alındı. Baxın, bu 64-ün qarşısında nə durub? X və Y-in cəmi durub. Deməli, bu 64-ün də qarşısında, yəni burada nə durmalıdır? X və Y-in cəmi durmalıdır. Deməli, burada bu ümumi məsafə nəyə bərabərdir? AT məsafəsi x plus y məsafəsinə bərabər olacaq. Yəni y plus x-ə bərabər olacaq. Baxın, AT x plus y, AC x plus y. Deməli, bərabərinin 3 bağ alındı. Bu bucaq 52-dirsə, yəni x plus y-in qarşısındakı 52-dirsə, deməli, bu bucağın payına düşəcək 52 dərəcə düşəcək. Cavab 52 dərəcə.